biz Dirichlet prinsipi ilə bəzən baxmayaraq ki, o göyərçin yuva prinsipi, dovşan qəfəs prinsipi də deyirlər də, biz bunu sadə şəkildə belə ifadə edirik uşaqlar üçün. Əgər bizim 5 dovşanımız varsa və 4 qəfəsimiz varsa, bu dovşanları da bu qəfəslərə yerləşdirmişiksə, mütləq deməli elə bir qəfəs var ki, orada ən azı 2 dovşan var. Və 5 göyərçini 4 yuvaya yerləşdirmişiksə, elə bir yuva var ki, orada ən azı 2 göyərçin var. Bu prinsipin köməyi ilə biz sizinlə bəlkə bir neçə məsələ eləmişik indiyəcən Zülfikar Bey, 10-15 müxtəlif, bəlkə də 20-yə qədər müxtəlif məsələ eləyəm. İndi mən belə bir məsələ istəyirəm sizinlə eləyək. Müstəvi üzərində 6 nöqtə qeyd edilib, yazın. Mən bunu sizə ev tapşırıq olaraq vermişdim, yoxsa yox? Sinifdə vermişdim elə. A, B, amma elə nöqtələrdir ki, 6 nöqtə. Onlardan ixtiyari 3'ü bir düz xətt üzərində deyil. Yəni belə olmasın da. Sən bax, bunun 3'ü bir düz xətt üzərində deyil. B buradadır, C buradadır. İndi bura baxın, D daha burada ola bilməz. Niyə D burada ola bilməz? Onda bu B, C, D bir düz xətt üzərində olur. Belə olmasın, aydındır da. Yəni bax, bu 3'ü bir düz xətt üzərindədir hal-hazırda. Mən istəyirəm ki, hansı 3'ünə əl atırsınız, onlardan bir düz xətt keçmir. Baxın, indi görürsünüz. B, C, D. Bunlar bir düz xətt üzərində deyil. Yəni bunlar başqa sözlə ixtiyari 3'ü üçbucaq əmələ gətirir. Əgər 3 düz xətt, 3 nöqtə istəyirəm, 3 nöqtə bir düz xətt üzərində deyilsə, onda onları birləşdirərək parçalarını biz bir üçbucaq alırıq, elə deyilmi? Amma 3 nöqtə bir düz xətt üzərində yerləşsələr, bax belə olsalar, onda biz onları birləşdirərkən, bax bu cür birləşdirərkən üçbucaq alınmır. Aydındır da? Yəni, belə olmasın. Yəni, bizim 6 nöqtənin içində elə 3 nöqtə tapa bilməzsiniz ki, onlar bir düz xətt boyunca yerləşiblər. Baxın, A, B, C, D, bu üçü sonra Y olsun burada, Y, 6 nöqtə. F'i də qoydum bura, F. Oldu mu? Baxın, görün uşaqlar, necədir vəziyyət? Mənim arzuladığım vəziyyətlərdir bu 6 nöqtə. 6 nöqtə bir düz xətt üzərində deyil. Deyirsiniz ki, bunu necə nail olun? Onun üçün belə edə bilərsiniz. Əvvəlcədən bir çevrə çəkərsiniz. Sonra nə edirsiniz? Əvvəlcədən bir çevrə çəkərsiniz. Ay, sağ ol. Sonra bu nöqtələri yerləşdirərsiniz çevrənin üzərində. Misal üçün A olsun burada, B olsun burada, C olsun burada, D olsun burada, Y olsun burada, F olsun burada. Daha aydındır ki, bunların ixtiyari 3'ü bir düz xətt üzərində deyil. Tamamını silirəm, amma biz onu etdik. Artıq biz bunu etmişik. Bu normaldır da, elədirmi? Sual. Mən istəyirəm birinci siz bu nöqtələri birləşdirən parçaların sayını tapasınız. Amma tezdə. 15. Tamamilə doğrudur, 15. Nədən bilirik? A-dan hamısını birləşdirsək, neçə parça? A-dan çıxan parçaların sayını deyin. A-dan hamısını birləşdirdim. 5. Ay, sağ olun, 5 parça üstə gələk. İndi B ilə, tələsmə. B ilə birləşdirirəm digərlərini. İndi deyirsiniz ki, B ilə A-nı sayacaqsınızmı? Yox. Artıq AB parçası sayılır. B ilə yerdə qalanları, özündən sonrakıları, bax, düzülən bir cərgə. A, B, C, D, Y. Hərfləri düzülən bir cərgə. A ilə 5'ini birləşdirdim. B ilə neçəsini birləşdirəcəm? Özündən sonrakıları. BC, BD, BY, BF. B ilə 4'ünü. C ilə neçəsini birləşdirəcəm? CD, CY, CF. C ilə neçəsini? C ilə. 3'ünü. D'ni, CD, CY, CF. Bəs D ilə? DY və bir dənə DF. 2. Bəs Y ilə neçəsini? Y1 tutardı da. Bu qədər parça olacaq. Əlbəttə siz birləşmələr nəzəriyyəsi deyirlər. Permütasiya, kombinezon, onları keçəndə görəsiniz bu sadə bir şeydir. Amma hal-hazırda biz belə edə bilərik də. Uşaqlar, aydın oldu da məncə. Deməli, parçaların sayı nə qədər oldu parçaların sayı? 15. Deməli, burada bu nöqtələri birləşdirməklə biz neçə parça ala bilərik? 15.
15. Yazırsınız. Bu parçaların, bu 15 parçanın her biri, 15 parçanın her biri renklenir. 15 parçanın her biri renklenir. 3 renk. Renklenir. İki rengiyle. 2 renk. Kitabda 3 yazmış. 3 yazmışıq. 3 renk. Siz deyəsən 2 yazmışsınız, amma kitabda o baxanda 3 şey deyəsən. Bir dakika. Parçaların her biri kırmızı veya göy renkler boyanıb. Yox, iki renginden. Her biri ya kırmızı, şu an var. Ya kırmızı, Hə, burada prosta 17-dən nöqtədə olacaq. ya kırmızı, ya da göy. Ya kırmızı, ya da göy renge boyanıb. Bence aydındır da uşaqlar. Uşaqlar aydındır ya yox. Bu parçaların her biri ya kırmızı ya da göy renge boyanıb. 15'i də ispat edin ki, təpələri nöqtə, hə? İspat edin ki, təpələri bu nöqtələrdə olan elə üçbucaq tapmaq olar ki, ispat edin ki, təpələri bu nöqtələrdə olan elə üçbucaq tapmaq olar ki, həmin üçbucağın bütün tərəfləri eyni rəngdə olar. Diqqət edin. İspat edin ki, siz təsəvvür edin ki, bunların hamısını birləşdirmişik. BY, BF, BY, BD, BS, sonra nə? SYF, SY, sonra nə? SD, sonra nə? DY, DF, DF, DY və nəhayət bir dənə Y. Burada çoxlu üçbucaqlar var. Mən saya da bilərəm burada neçə üçbucaq var. Amma mən tez deyə bilərəm, sizə biraz çətin olacaq. Biz kombinezonla tez deyə bilərik, kombinezon 6-dan 3. Çünki 3 nöqtə bir üçbucaq deməkdir. Niyə? Çünki biz əvvəlcədən demişik ki, onların ixtiyari üçü bir düz xətt üzərində yerləşmir. Ona görə də 3, bu nə qədər edir? Mən bu saat deyim sizə, 6 vur, 5 vur, 4 bölünsün, 3 faktorial, bu edir 20. Burada 23 bucaq var. 23 bucaq var. Yəni siz onu belə də tapa bilərsiniz. Mən sizə onu, yox, mən istəyirəm siz onu eləyəsiniz. Mən istəyirəm siz 5-6-cı sinifdən yazaraq, bu 20 dənə az deyil də, nə qədər çox deyil ki, belə yazarsınız. A, B, S, bu bir üçbucaq. A, B, belə edirsiniz də. A, B, S, D, Y, F. Neçə nöqtə oldu? 6. Baxın, A, B, S, A, B ilə başlayanları yazın. A, B, S, sonra nə? A, B, D, sonra nə? A, B yox, hələ D-yə keçmə. A, B-lərlə qutaraq sonra. A, B, A, B, Y, əla. Sonra nə? A, B, tələsmə, A, B ilə qutaraq. A, B, F. ABF deyir. A, B, F. F yox, F. A, B, F. Neçə üçbucaq oldu A, B ilə? 4. A, B ilə 4 oldu. İndi A, S-yə keçirəm. A, S, buyurun. A, S, B deyənməzsən. A, B, S ilə A, S, B eyni üçbucaqdır. A, S, indi bunu deyin. A, S, A, S, D, sonra A, S, Y, A, S, F. A, S ilə də qutardı. İndi keçirik A, D ilə olanlar. A, D, Y, A, D nə? F. Sonra keçək A, Y ilə olanlara. A, Y, F. Vəssalam qutardı. Deməli, A ilə olanlar qutardı. A ilə olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. A ilə olanlar qutardı. Doğrudur mu? Keçirik indi B ilə olanlar. İndi 10 üçbucaq yazdım A ilə olanlar. İndi mən istəyirəm, siz bu yolla evdə özünüz, bizim əsas işimiz bu deyil də. Mən bunu əlbəttə test tapdım. BSD, BSY, İndi BS ilə başlayanlar. BS, BA-dan yazamaram. Çünki AB ilə yazmışam, elə o BA deməkdir. BSD, BSY, BSF, BDY, BDF, BYF, sonra SD ilə belə hamısı yazır. Aydındır mı? Yazarsınız bunu.
Ama onu yazmağın sizin beyninizə faydası var. Siz necə deyim, algoritmik düşüncə tərzinizi formalaşdırır o. O sizə bu qədər 20 təkrarlığa yol vermədən onu səliqəli, intizamlı yazmaq, bax o algoritmik düşüncənin formalaşması deməkdir. Qayda indi bura. 23 bizaq var burada, elədir? Deyirlər, ispat edin ki, elə bir üçbucaq var ki, onun üç tərəfinin üçü də eyni rəngli olacaq. Yəni, ya üç tərəfi də qırmızı olacaq, ya üç tərəfi də nə olacaq? Göy olacaq. Elə bir üçbucaq olacaq ki, ya üç tərəfin üçü də qırmızı olacaq, ya üç tərəfin üçü də göy olacaq və ona riyaziyyatda belə deyirlər. Xromatik üçbucaq, xromatik treqonik. Yəni, tərəflərinin rəngi eyni. Ravnostaron idi. Yox, ravnostaron yarı şeydir. Ravnostaron tərəflər üçü də eyni olanda ona deyirlər. Bu bizim üçün tərəfin eyni uzunluqda olmaq maraqlı deyil, bizim üçün rəng maraqlıdır, aydındır. Elə bir üçbucaq var ki, bu 23 bucağın içində elə bir üçbucaq var ki, onun üç tərəfinin üçü də eyni rəngli olacaq. Ya üçü də qırmızı olacaq, ya üçü də göy olacaq. Başlayaq mı? Bax, bunu mən sizə ev tapşırığı olaraq vermişdim. İndi icazənizlə mən bu parçaları sildim. Sizə istədim ki, o üçbucaqları gözünüzlə görəsiniz. O parçaları gözünüzlə görəsiniz. Burada neçə parça var idi uşaqlar? 15. Baxın, bu məsələnin Dirichlet prinsipinə nə dəxli ola bilər? Hardadır dovşan, hardadır qəfəslər? Allah bilir. İndi bura baxın. Bizim neçə parçamız var? Yox, biz nələri rəngləmişik? Parçaları. Neçə parça var bizdə? 15 parça var. Neçə rəng var? Neçə rəng var? 2 rəng var. Elədir mi uşaqlar? 2 rəng var. 15 dənə var. Parça var, əla. Və bizim bu parçaların hər biri nə eləyibdir? Rənglənir. A'dan çıxan neçə parça var? Gəlin bunlara baxaq. O cəm 15 parça var. Amma A'dan çıxan neçə parça var? A'dan çıxan parça. Mən indi dovşan və qəfəs düzəldəcəm. A, B parçası deyin yazın. A, S, A, D, A, D, sonra A, Y, A, F. Deməli, A'dan çıxan neçə parça var? 5. 5 parça var. Bəs neçə rəng var? 2. Qırmızı. Və göy. 2 rəng var. Qırmızı və göy. Uşaqlar, çox maraqlıdır. Bunu indi Dirichletə gətirmək prosesi özü maraqlıdır. Mən bu 5 parça dovşan kimi baxacam. Yox. Bu 2 rəngə nə kimi baxacam? Qəfəs kimi. Ən pis hala baxacam. Hamısından bir də. Hamısı? Yox. 5-i 2-yə böləcəm. 5 parçanı böləcəm 2-yə. Orada 2 edir. 2 düşür, qalıqda nə qalır? 1. Tutaq ki, pis hal. Bunun ikisini göy elədim, bu 5 parçadan. İkisini qırmızı, bax çəkirəm. Bax bu və bu. Tutaq ki, bu ikisini elədim göy. Üstünə yazıram göy, yəni göy rəng. Bu ikisini də elədim qırmızı. Yazıram qırmızı, Q hərfi və burada yazıram Q hərfi. Qırmızı. Seçilir də yəqin ekranda uşaqlar. Q hərfi ilə Q hərfi. Göy, qırmızı. Burada göy marker olmalıydı. Ha, var göy marker. Olsaydı əli olardı, ev yox. Olsaydı süper olardı. Bir dəqiqə. Əlat olman yaxşı olacaq. Uşaqlar, mən bu göy dediyimi belə eləyəcəm. Göy. Yadınızda biz ötən dərslərimizdə belə məsələ eləmişdik. Deyirdik ki, tutaq ki, qulaq asın mənə, belə məsələlər eləmişik. Deyirdik ki, sinifdə 37 uşaq var.
elə 4 uşaq tapmaq olar ki, onlar eyni ayda Ayda doğurlar. Niyə? Çünki 37 uşaq olurdu bizim dovşan. Bölüncük 12 qəfəsə, aylar qəfəsdir. Hər qəfəsə 3 uşaq düşdü, bir uşaq artıq qaldı. Deməli, ən pis hala baxıram. Ən pis halda çalışıram ki, necə edeyim ki, 4 uşaq bir aya düşməsin, yayınım bundan. 3 uşağı yanvara, 3 uşağı fevrala, axırda da 3 uşağı dekabr ayına salıram. Bir uşaq qaldı. Bu yazıq uşaq da bu ayların birində doğulmalıdır ya yox. Dirikli prinsipidir. Bu dovşan da bir qəfəsə girməlidir ya yox. Onda bu 4-cü uşaq bu qəfəslərdən birinə girəcək. Deməli 37-ni 12-yə böləndə bir artıq qalsa, deməli elə bir qəfəs var ki, orada 3 plus 1 dovşan olacaq. Yəni 4 dovşan olacaq. Gül rəngli, ya qırmızı rəngli markeriniz yoxdur. Yəni yoxdur. İndi bura bax. Baxım axtarım. Buna rahat olun, ehtiyac yoxdur. İndi bizim neçə parçamız var A'dan çıxan? A'dan çıxan neçə parçamız var? 5 parçamız var. Mən bunları hər biri bilirəm ki, qırmızı ya da göy rənglə eləyib, rənglənib. Oldu mu? Tutaq ki, AF və AY göy rənglə rənglənib. Mən onların üstünü belə ştrixlədim. AD ilə AC qırmızı rənglənib, AB qaldı. İndi nə deyirsiniz onda? Dirikli prinsipinə görə nə deyə bilərsiniz uşaqlar? Ya göy olacaq, ya da qırmızı. Deməli, bunlardan biri biz belə fərz eləyək də. Hə? Əlbəttə, buyurun, buyurun. Onda belə çıxır ki, bunlardan 3-ü eyni rəngdədir. Elədirmi? 3-ü eyni rəngdədir. Fərz eləyək ki, bu AB, AB. İndi mən bunu qırmızı götürürəm. Aydındır da, bu AB bu yerdə qalan rənglərdən biri ilə rənglənməlidir. Mən bunu götürüb bura qırmızı yazıram. Deyirsiniz ki, göy yazın da, niyə bu qırmızıları yan-yana edirsiniz? Onsuz da bu yan-yana olan qırmızılar şübizaq yaratmır. Şübizaq yaratmır. Amma onu da eləyəcəm, narahat olmayın. Tutaq ki, bu oldu qırmızı. Aydındır da, dirikli prinsipinə görə, baxın, mənim deməli 5 dovşanım var. Bunlar məndə dovşanlardır. Baxın, bunlar dovşanlar rolundadır. Dovşanlar rolundadır. Bunlar isə qəfəslərdir. Bu qırmızı və göy. Bunlar bizim qəfəslərdir. Qəfəslərdir. Oldu mu uşaqlar? AB'ni koydum. Kırmızı AB'ni koydum. Yok. AF'i koydum göy qəfəsə. AY'ni koydum göy qəfəsə. AD ilə AS'ni koydum kırmızı qəfəsə. AB adlanan dovşan qaldı. Bu dovşan bu kırmızı və göy qəfəslərdən birinə getməlidir. İndi deyirəm ki, tutaq ki, bu kırmızı qəfəsə getdi. Bu oldu kırmızı. Göy olduğu hala da baxaram, əgər kimin ürəyində xal qalsa. İndi baxın, bu üçü oldu kırmızı. Biz nə ispat eləməliyik? Biz ispat eləmək istəyirik ki, təpələri bu nöqtələrdə olan elə bir üçbucaq var ki, o üçbucağın bütün təpələri eyni rəngdədir, yəni o xromatik üçbucaqdır. Bundan sonra nə edək uşaqlar? Nə edə bilərik? Bu ucları kırmızı olan parçalar var. Hansı parçalardır? B, AB, AC, AD. Bunların ucları var. BCD. Bu BCD 3 nöqtə biz dedik axı bir düz xətt üzərində deyil. BCD nöqtələri bir düz xətt üzərində deyil deyə bunlar bir üçbucaq əmələ gətirirlər. İndi mən bu üçbucağı birləşdirdim. Baxın, belə birləşdirdim. Oldu mu belə? Birləşdirdim. BCD üçbucağı aldım. Axı bu BC, BD və CD parçaları, bunlar da axı bütün o 15 parçanın 15'i də ya qırmızı ya da göy rənginə boyanıbdır. Deməli bu BC, BD və CD parçaları da ya qırmızı ya da göy rənginə boyanıb.
Neçə parça var burada? Burada neçə parça var? 3. Neçə rəngə boyanıblar? 2. Bunlar olsun mənim yeni dovşanlarım. Yenə də Dirichlet prinsipi. Tez elə, tez elə. Deməli, sən bildin də, biz harada qaldıq. Bir daha təkrar edim, sən də züşlər eşit. Bizim bir AB parçamız artıq qalmışdı. Bir dovşanımız qalmışdı. Mən dedim ki, bu da ya göy ya da qırmızı olacaq. Elədirmi? Hesab edirəm ki, bu qırmızıdır. Sən deyərsən ki, bəlkə bu göydür. Bir dəfə də ona baxaram, ürəyiniz dəyər xalq alırsa. Tutaq ki, bu da qırmızı rəngdədir. Oldu mu? Mən ispat eləməliyəm ki, o 20 üçbucağın içində elə bir üçbucaq var ki, onun bütün tərəfləri eyni rəngdədir. İndi qırmızı, qırmızı, qırmızı. Nələr qırmızı oldu? AB qırmızı oldu, AC qırmızı oldu, AD qırmızı oldu. Onda mən qırmızıların uclarını birləşdirirəm, yeni bir üçbucaq düzəldirəm. Hansı üçbucağı düzəldirəm? Hansı üçbucağı düzəldirəm? BCD üçbucağı düzəldirəm. BCD üçbucağı. Bu üçbucağın neçə tərəfi var? 3. BC, CD, BD. Axı bu 3 parça da rənglənib. Axı 15 parçanın hamısı ya qırmızıdır, ya göydür. Elədirmi? Deməli, burada mənim 3 dovşanım var. Bu 3 parçaya dovşanlar kimi baxıram. Neçə rəng var? 2 də rəng var. 2 rəng var. Hansıdır? Qırmızı ya göy. Deməli, qırmızı və ya göy. İndi tutaq ki, BC qırmızıdır. Pis hala baxıram. İndi BC qırmızı olsa, onda qırmızı, qırmızı, qırmızı. 3 tərəfi də qırmızı olan üçbucaq yarandı, yaranmadı. Hansı üçbucaq oldu onda? ABC üçbucağın. İndi tutaq ki, istəyirəm pis hala baxım da, ən pis hal. Tutaq ki, bu qırmızı deyil. Onda nə olsun bu? Bu olsun göy. Qəsdən işimi pozuram da, deyirəm görüm bu həmişə olur, olmur. Bura göydür. Axı burada neçə dovşan var? 3. Bu 3 dovşandan neçə qəfəsim var? 2. Qırmızı qəfəs və göy qəfəs. Tutaq ki, BC oldu göy. CD oldu qırmızı. Yaxşı, CD qırmızı olsa indi hansı olacaq? Hansı üçbucaq? Xromatik üçbucaq oldu. A, B, C. İndi tutaq ki, qardaş, pis hala baxıram da, bu oldu göy. İkisi getdi göyə. Axı, Qırmızı şey də oldu. İndi bunu da göy eləsəm, onda bu olacaq xromatik üçbucaq. Göy, göy, göy. İstəyirəm indi bu xromatik olmasın, pis hal olsun. Onda bunu nə eləyəcəm? Qırmızı. Bunu qırmızı eləyəndə indi oldu mu xromatik üçbucaq? Hansı oldu bu dəfə? A, B, B oldu xromatik. Mən bura üçünü də göy yazsam, bu dovşanların hamısını aparıb göyə yerləşdirsəm belə, onda bu olacaq xromatik üçbucaq. İstəyirəm indi belə olmasın da, qaçam bu vəziyyətdən. Bu 3 dovşanın birini qoyuram göyə, birini qoyuram qırmızıya. Yenə də olur. Bu dəfə oldu. Qırmızı, qırmızı, qırmızı. Bunu qırmızı göyə qoydum. Bunu qırmızıya qoyan kimi burada oldu. Qırmızı, qırmızı, qırmızı. Əgər desən ki, ən pis hal, bu dovşanların, bunun üçünü də göylə rəngləyirəm. Onda da bunun özü oldu xromatik. Aydındırmı? Hansı halı əl atsaq, bir dənə xromatik üçbucaq neynədir? Çıxacaq. İndi uşaqlar aydın oldu mu sizə? Uşaqlar bir reaksiya verin mənə. Evdəkilər. Bəli. Tamam mı? İndi gəlin belə baxaq. İndi qayıdaq bayaq dedim, ürəyimizdə birdən xal qalar ki, niyə bura qırmızı qoydunuz? İndi silirəm bunu, qayıdıram sıfıra. Mənim neçə parçam var idi? 5 parçam. Neçə qəfəsim var? 2. Qırmızı və göy. Mən ikisini göylə rənglədim, ikisini qırmızı ilə. AB yerdə qalan rənglərdən biri olmalıdır. Bayaq bura qırmızı qoymuşdum. İndi bura göy qoyuram. İndi bura olsun göy. İndi bilsəniz nə edəcəm? Yox, ehtiyac yoxdur. İndi bunu elədim göy. Onsuz da göyü görürsünüz də nə elədim. Bizim yerimizdə yoxdur, bilirəm rəhlilər. O məndə var idi, indi də qutarıb. Baxın, göy, göy, göy. İndi göy olanlar hansılar oldu? Göy parçalar hansılar oldu? A'dan çıxan hansı parçalar göy oldu? A, E, bu gör nə eləyəcəm? A, Y, göy olanlar. Eyni olanları yığıram bir yerə. Bir də A, B. Bunlar oldu göy. Bunların uclarından bir üçbucaq düzəldirəm. Göylərin uclarından. Göyün ucu F'dir.
bu göyün ucu Y'dir. Bu göyün ucu Y'dir. Bu göyün də ucu B'dir. Bunu belə birləşdirdim. Oldu mu? Ha? Bəli. Oldu belə. Və bunları birləşdirdim. Hansı üç bucağı aldım? B, Y, F üç bucağını aldım. B, Y, F. Neçə parça var burada? Üç bucaq B, Y, F'in tərəfləri hansı parçalardır? Hansılardır? B, Y, B, F, B, F, F, Y. sonra nə? F, Y. F, Y, F deməli ona, F, Y, F, Y, üç bucaq, üç parça, elədirmi? G'ni yazıram bura, bildiniz də G hansıdır? Bu ştrixlədiklərim G'dir, yəni göy rəngdədir. Aydındırmı? Hə? İndi burada üç dovşan var, budur, bax dovşanlar. B, F, B, Y, Y, F. Üç dovşan var. Neçə rəng var? İki rəng var. İki rəng var. İndi mən bunları ən pis halda rəngləyirəm. Tutaq ki, birini göy rənglədim, biri göy qəfəsə, biri qırmızı qəfəsə getdi. Tutaq ki, bu getdi göy qəfəsə. Bu göy qəfəsə getdisə, xromatik üçbucaq yarandı mı? Yarandı. Göy, göy, göy. Üç tərəfinin üçü də göy olan üçbucaq yarandı. İndi istəyirəm pis variant olsun. Necə eləyirəm pis olsun? Bunu göy eləmirəm. Nə eləyirəm bunu? Bunu eləyirəm nə? Qırmızı. Bunu elədim qırmızı ki, qoy görüm alınmamaq ehtimalı varmı? Bunu nə elədim indi uşaqlar? Bunu elədim qırmızı. Qardaş, bunu atdım qırmızı qəfəsə, B-yeni. Yaxşı, Y-F-i göyə atsam, xromatik üçbucaq yarandı mı? Y-F-i göyə atsam, deyək, göy, göy, göy. Yarandı. Yaxşı, deyirsiniz ki, pis hala baxıram. Bunu da attım qırmızı qəfəsə, bunu da qırmızı boyadım. İndi bu yerdə hansı dovşan qaldı? Dırnaq içində dovşan. B-F. Əgər B-F-i göy eləsəm, onda xromatik üçbucaq yarandı, yaranmadı. A, F, B üçbucağı. Oldu. Nə üçbucaq? Xromatik üçbucaq. Deməli, üçü də göy. Deyirsiniz ki, mən bunu da qırmızı qəfəsə qoyuram. Bunu da qırmızı. Əgər sən bunun üçünü də qırmızı eləsən, təzdən xromatik üçbucaq yarandı, yaranmadı. Hanı? B, Y, F yarandı. Beləliklə, biz ispat elədik ki, əgər müstəvi üzərində hər hansı üçü bir düz xətt üzərində olmayan 6 nöqtə versələr və bu nöqtələri birləşdirən parçaları iki rəngə boyasalar, təpələri bu nöqtələrdə olan elə bir üçbucaq tapılacaq ki, o həmin üçbucaq olacaq xromatik üçbucaq, yəni tərəfləri eyni rəngli olan üçbucaq. Və buradan indi sizə bir ev tapşırıq verəcəm. Mən belə bir şey iddia edirəm. Siz bunu evdə ispat edərsiniz. Bundan da qutarırıq. Vaxtınız bitdi. Nə? Siz də görməyim də bezdirmeyin. Baxın indi. Eynən bunun analogudur. Tam oxşarıdır. Deyin nə? Zülfüqarı göndərirəm ki, Zülfüqar, get avtobusdan, metrodan, Elmlər Akademiyası metrosu buraya yaxındır. Metrodan 6 nəfər çağır bura. Qabağa çıxan 6 nəfəri götür gəl bura. Götürüb gəlir. Mən heç bilmirəm də sən kimi gətirəsən bura. Mən iddia edirəm ki, o 6 nəfərin içində ya elə 3 adam var ki, üçü də bir-birini tanıyır, ya elə 3 adam var ki, heç biri bir-birini tanımır. Tanış olmaq nədir? Tanış olmaq o demək deyil ki, mən Zülfüqarı tanıyıram, amma Zülfüqar məni tanımır. Tanış olmaq bu deməkdir. Mən Zülfüqarı tanıyıram, Zülfüqar da məni tanıyır. Buna tanış olmaq deyirlər. Tanımamaq sözü ki, Zülfüqar belə buna tanış demirəm. Zülfüqar belə deyir. Mən onu tanıyıram, o bizə o vaxtlar biraz olimpiyada demişdi. Mən isə bunu görürəm, belə deyirəm. Yox, yadıma gəlmir, mən bu oğlanı tanımadım. Tanımaq odur ki, sən məni, mən də səni tanıdım. Aydındır da? Yəni, burada iki rəng var. Qırmızı ya göy. Burada da iki hal var. Tanımaq ya tanımaq. A, B, Azad Bəhlul. A, B göydür, boy deməkdir ki, Azad Bəhlulu tanıyır, Bəhlul da Azadı tanıyır. İndi qulaq asın. A, B, F qırmızıdır. Boy deməkdir ki, Bəhlul Famili tanımır, Famil də Bəhlulu tanımır. Yəni bunlar tanış deyirlər. Beləliklə evə məsələ.
İxtiyari 6 nəfərdən ibarət bir kampaniyada, 6 nəfərdən ibarət ixtiyari bir kampaniya, Kampanya necə? kampaniya yəni 6 nəfərlik bir qrup, dairə, 6 nəfərlik bir insan qrup, 6 nəfərdən ibarət, 6 nəfərdən ibarət bir insan qrupu gətirsəniz mənim yanıma, ispat edin ki, ya orada elə 3 adam var ki, üçü də bir-birini yox, yəni yaxşı demədim. Ya üçü bir-birini tanımır, ya da üçü də bir-birini nə edir? Ya üçü bir-birini tanıyır. Mən sizə desən və bunu vermişdim. Bəli, 6-cı qısa. Neçənci məsələyə vermişdim? Bundan sonraki 6-cı. Bir dəqiqə. Hə, 6 nəfərdən ibarət olan ixtiyari bir dəstədə elə 3 adam tapılır. Ola bilməz ki, heç birini tanımasın. Yox, da heç birini tanım ola bilər. Bizə kifayət eləyir. Biz nə deyirik? Deyirik ki, elə üçü var ki, bir-birini tanımır. Əlbəttə, sən get metrodan 6 adam tut, gətir, 6-sı da bir-birini tanımır. Mənə qayıdıb sən deyənməzsən ki, müəllim sən deyirdin, axı, ya üçü də bir-birini tanımır. Deyəcəm, mən dediyim oldu da. Mən nə demişdim? Demişdim ki, ya üçü bir-birini tanımır, ya da elə üçü var ki, bir-birini tanımır. Sən də elə 6 adam gətirmirsən ki, 6-sı da bir-birini tanımır. Lap yaxşı da. Mənim dediyim olub da. Orada 6 adam gətirmirsən, 6-sı da bir-birini tanımır. Deməli, üçü də bir-birini tanımır da. 6-sı bir-birini tanımırsa, üçü bir-birini dünəndən tanımır da. Aydındır mı? Ya, nə 6 adam gətirirsən, gətir. Mən elə bildim, elə tapmalıyıq ki, üçü bir-birini tanımasın, üçü də bir-birini... Ya da deyirəm da, ili. Başa düşdüm. Или там найдется 3 человека, которые не знают друг друга, или найдется 3 человека, которые не знают друг друга, не знакомы друг с другом. Или там существует, существует demiyorlar mı Rusça? Или Ne demek istiyorsun? demək istəyirəm ki, orada elə 3 adam var ki, birbiriyle tanıştır. Или там существует 3 человека, которые знакомы друг с другом. Или не существует 3 человека. Mən elə demirəm, o elə bilir ki, mən deyirəm ki, bu üçü bir-birini tanıyacaq, bu üçü də bir-birini tanıyacaq. Yox, elə demirəm. Bəlkə 6-sı da bir-birini tanıdı, bəlkə 6-sı da bir-birini tanımadı. Aydındır. Onu ispat edəcəksiniz evdə. O bunun nə edir? Oxşarır. Bax, uşaqlar, ötən dərsimizdə biz sizinlə daha maraqlı bir məsələ elədik. İspat elədik ki, əgər siz vahid kvadratın içinə 51 nöqtə qeyd etsəniz, 51 elə belə deyildi. 50 üçün deyənlərəm. Vahid kvadrat. Yəni, vahid kvadrat nə deməkdir? Vahid kvadrat nə deməkdir? Tərəfi, bunu bir də özünüz ispat edəcəksiniz evdə. Baxmayın ki, mən ispat elədim, bu bitdi. Sənin ispat eləməyin lazımdır. Sənin beynin o səviyyəyə yüksəlməlidir. Yəni, sənin beynin, o təzyiq qalxan adamlar olur ki, bir dərmanatı tezlə təzyiq düşür. Sənin biliyin, belə deyək, sən bunu dərk etdin. Sənin təfəkkürün müəyyən səviyyə qalxdı, 2 gündən sonra da təzyiqin düşən adamlar kimi qayıtdı, düşdü, bu bizə heç nə verməz. Gedin evdə ispat edək ki, kvadratın tərəfi 1-dirsə, o 6 nəfərdən başqa bunu edəcəksiniz. Kvadratın tərəfi 1-dirsə, bunun daxilinə, mən daxilində 51 nöqtə qeyd edirəm. 51, elə-belə, harada gəldi, amma bu daxilində qeyd edirəm. Daxilində 51 nöqtə qeyd etmişəmsə, 51, 50 yox, məhz 51. Onda, indi tutaq ki, 51 oldu da, indi mən bilmirəm, oldu olmadı, saya da bilərdim, saymadım. Onda, elə 3 nöqtə var ki, həmin 3 nöqtə radiusu 7də 1 olan dairənin daxilindədir. Elə 3 nöqtə var ki, həmin 3 nöqtə radiusu 7də 1 olan dairənin daxilindədir. Biz bunu ispat eləmişik sizinlə ötən dərslərimizdə. Siz onu özünüz edəcəksiniz. Bunun üçün sizə bir Pifagor teoremi lazımdır. Mən artıq bunu sizə demişəm. Siz olimpiyadiyası olmaq istəyirsinizsə, artıq 6-cı sinifdən Pifagor teoremini bilməlisiniz. Pifagor teoremi xatırlayırsınız mı? 3-4-5 olan. Yox da belə. Düzbucaqlı üçbucağın katetlərinin,
Bax, kiçik tərəflərinin C2 kvadratlarının bərabər cəmi A2 üstəgəl B2. A2 demədə A kvadrat plus B A kvadrat. Da, C kvadratlar nəyəsə A kvadrat plus B kvadrat. Yəni, hipotenuzun böyük tərəfin kvadratı bərabərdir bu. Bir, bunu bilməlisiniz. İki, siz daha nəyə bilməlisiniz? Siz bilməlisiniz ki, kvadratın, bunu bilməlisiniz bir, ixtiyari bir kvadratın diagonalları bir-birinə bərabərdir və diagonallar kəsişəndə yarıya bölünür və kvadratın pərgarın iti ucunu bura qoysanız, sirkul deyirsiniz də Rusca, onun iti ucunu bura qoysanız və diagonalın yarısı qədər açıb çevrə çəksəniz, həmin çevrə bütün təpələrdən keçər və buna deyirlər kvadratın xaricinə çəkilmiş çevrə. Kvadratın xaricinə çəkilmiş çevrə təpələrdən keçən çevrəyə deyirlər. Və bu çevrənin radiusu diagonalın nə ilə bərabərdir? Bax, bu çevrənin radiusu diagonalın nə ilə? Yarısına. Diagonallar yarıya bölünür. Baxın, A, B, C, D. Burada O nöqtəsidir. A, O nəyə bərabərdir? O, C-yə. O da bərabərdir O, D-yə. O da bərabərdir O, B-yə. Baxın, bu çevrənin radiusu diagonalın nə ilə bərabərdir? Yarısına. Bunu və bunu bilmək lazımdır bu məsələnin həllində. Bunu həll edəcəksiniz. Və nəhayət axırıncı məsələ. İspat edin ki, yalnız 7'lerin köməyi ilə yazılan elə bir ədəd var ki, 7'lerin köməyi ilə yazılan elə bir ədəd var ki, bilmirəm da neçə dəfədir, x dəfə, belə bir ədəd amma var. Yalnız 7'lerin köməyi ilə yazılan elə bir ədəd var ki, həmin ədəd 9'a qalıqsız bölünür. 10 dəqiqdir lazımdır. Maksimum. 7'lerin köməyi ilə elə bir yazılan elə bir ədəd var ki, bu ədəd 9'a qalıqsız bölünür. Aydın deyil tapşırılır. Sağ olun, bu qədər gecəniz xeyirli qalsın. Sağ olun. Növbəti dərsimizdə biz yeni mövzuya başlayacağıq. Mən sizi bilikli prinsipinə daha yorub bezdirməyəcəm, bu qədər bəs. Sağ olun.